hər hansı bir problem olma ehtimalı var. Yəni, bu qaçınılmazdır. Aynı zamanda kimyoterapiya, radioterapiya da almışsınız. İndi uşaqlıq divarı 14 mm-dir və sizdən birinci biopsiya alınması lazımdır. Biopsiyanı niyə alırıq? Bunu soruşa bilərsən ki, doktor, biz uşaqlıq alınacaqsa, yəni biopsiyanın nə mənası var almamızı, biz onu ondan dolayı alırıq ki, bəlkə Allah uzarasın, altda yatan bəzi fərqli xəstəliklər ola bilər, tamam mı? Və xəstəliklər ola bilər və biz əməliyyat eləyəndə tək uşaqlıq yumurtalığını çıxardaq, yoxsa bununla bərabər limfa düyünləri, orada pi toxuması var da, omentum deyirik, onları da mı çıxardaq? Yəni, əməliyyat biraz böyük həcmli olacaq, yoxsa kiçik həcmli olacaq? Biopsiya bizə onu verəcək. Və ya biopsiya eləmədən mən uşaqlıq yumurtalığı alsam, birdən də Allah çox uzaq eləsin, həyatda heç nədən garanti eləməyib, həm də deyirsiniz ki, genetikamızda da var, tamam mı? Deyək ki, yaxşıdır, pis tərəfini düşünürəm. Yəni, deyək ki, pis xəstəlik çıxdı, tamam mı? Pis xəstəlik çıxdı, onda siz ikinci dəfə bir də əməliyyata girir.